Məhəmməd Peyğəmbər ərəblərə Allahın elçisi olduğunu bildirdikdə təkcə bu kifayət etmədi. O Əhməd olduğunu, yəni İsa'nın dilində zikr edilən Faraklit olduğunu göstərməli idi. Qurani-Kərimdə də bu barədə ayə var. Məndən sonra gələcək Əhməd adlı bir peyğəmbəri müjdələyən elçiyəm. Saf surəsi 6-cı ayə. Bu ayə Muhammedin dediklərini təsdiqləyir. Allah Quran vasitəsilə şəhadət verir ki, İsa əleyhissalam artıq Məhəmmədin xəbərini vermişdi. Beləliklə Məhəmməd gəlib mən İsa'nın xəbər verdiyi şəxsəm dedikdə bu insanlar üçün bir sübut və rahatlıq mənbəyinə çevrilir. Yəni bu yeni və gözlənilməz bir iddia deyildi. Onsuz da insanlar bunu gözləməli idilər. Xristianlıqda da eyni hal müşahidə olunur. İsa əleyhissalam gəldikdə o da deməli idi ki, mənim xəbərim Yeşaya kitabında verilib. Ona görə də xristianlar bu mətnləri sübut kimi istifadə edirlər və həmçinin vəftizçi Yahya da İsa'nın doğruluğuna şəhadət verməli idi. Yəni İsa'nın əlində peyğəmbərlərin şahidlikləri var idi. Yahyanın, Yeşayanın və hətta Musanın da İsa'nı öncədən xəbər verdiyi mənbələr var idi. Ona görə də gələcəkdə gələcək hər bir şəxsin özündən əvvəlkilər tərəfindən xəbəri verilməlidir. Bu, həmin şəxsin adına əvvəlki peyğəmbərlərin vəsiyyətində, son vəsiyyətində rast gəlinməlidir. Elə deyilmi? Məsələn, İncildə İsa deyir ki, o kilsəsini Simonun üzərində quracaq və ona açarlar verəcək. Bu yazıya alınmış, şagirdlər tərəfindən şahidlik edilmiş bir bəyanatdır. Və Şimon Peter həmişə buna istinad edə bilərdi. Bu, onun təyinat məktubudur, yəni o öz legitimliyini buradan alır. Heç kim bu sözlərə istinad etmədən özünü İsa'nın canişini kimi təqdim edə bilməzdi.